Gəlin burada yazılan cümləni ingiliscəsində quraq. Deyir ki, dərdlərimizi bagaja yığdıq, dedilər ki, perodok vermisən. Dərdlərimizi bagaja yığdıq hissəsinin ingiliscə qurma məntiqi, ardıcılığı belə olacaq ki, biz yığdıq dərdlərimizi bagaja. Yəni, biz yığdıq. We packed. Pack paketləmək, yığmaq deməkdir. Biz yığdıq, we packed. Biz dərdlərimizi yığdıq, olacaq ki, we packed our problems. Ya da ki, we packed our troubles. Biz yığdıq dərdlərimizi. Bagaja da deyirlər trunk. Bagajın içinə olacaq into the trunk. Yəni, we packed our troubles into the trunk. Biz yığdıq dərdlərimizi bagaja. Dedilər ki, perodok vermisən, o deməkdir ki, onlar dedilər ki, sən perodok vermisən. Yəni, onlar dedilər ki, sən maşının qabaq hissəsini, qabaq askı sistemini qaldırmısan. They said, onlar dedilər, sən qaldırmısan. You have raised. Qabaq askı sisteminə deyəcəklər ki, the front suspension. Yəni, they said, you have raised the front suspension. Hamısını bir araya yığanda olur ki, we packed our troubles into the trunk. They said, you have raised the front suspension.